Avqust ayı ölkəmizdə turizm mövsümünün ən qaynar dövrü hesab olunur. İnsanlar daha çox dağ mənzərəli, bol oksigenli və tarixi abidələrlə zəngin məkanlara üstünlük verirlər. Belə turizm marşrutları arasında Şəkinin Kiş kəndi və onun tarixi abidələri öndə gəlir. Kiş tarixi memarlıq qoruğunun bazası məhz bu qədim yaşayış məntəqəsini təşkil edir. Şəki şəhərindən 5 km şimal-qərbdə, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən qoruq 2003-cü ildən fəaliyyət göstərir və 215 hektar ərazini əhatə edir. Azərbaycanın ən qədim və əzəmətli abidələrindən biri sayılan Kiş Alban məbədi bugün yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır. İlin bütün fəsillərində bu tarixi abidəni ziyarətə gələnlərlə qarşılaşmaq mümkündür. Ukraynadan gələn qonaqlar da onların sırasındadır. Mən ailəmlə birgə gəlmişəm. Artıq ikinci gündür ki, qədim şəhəri gəzirik. Çox maraqlı və tarixi məkanları var. Elə bu Alban məbədi bizdə böyük təəssürat yaratdı. Şəkidə xüsusi qonaqpərvərlik gördük və göstərilən diqqət uzun illər yaddaşımızda qalacaq. Qoruğun əməkdaşı Gülnara Kərimova bildirir ki, iyul ayından havaların sabit və isti keçməsi Kişə gələn qonaqların sayına müsbət təsir göstərib. Rusiyadan, Macaristandan, sonra İsraildən, sonra Britaniyadan, Amerikadan, Yaponiyadan, hətta bu günlər Yaponiyadan, Pakistandan qonaqlarımız olub. Əksəriyyəti maraqlanırlar bu tarixlə, həmçinin də bu tarixi, məhz bu ərazidə bizim mədəniyyətimiz olduğunu da, həmçinin də qəbul edirlər. Kiş kəndi keçmişdə də yay aylarında qonaq qarşılamaqda öndə olub. İndi isə sakinlər bu sahəni ailə gəliri mənbəyinə çeviriblər. Qiymətlər, evlərdə qiymətlər var da, 70-ə də var, 80-ə də, 100-ə də var, evlərə baxır. Elə ev var ki, tək evdir 100 manat, 50 manat, 60 manat, baxır. Evlərə baxır. Turizm meneceri İlham Hüseynova isə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının təsdiqlənməsi barədə sərəncamını yüksək qiymətləndirdiyini bildirir. Şəkiyə gələn turistlərin ilk öncə marağı Şəki mətbəxinə, üstünlük Şəki mətbəxinə, Şəki yeməklərinə olub. Bizdə də həmçinin bu Kiş Alban məbədini ziyarət elədikdən sonra gördüyünüz bu kiçik məkanda sırf olaraq Kiş kəndinin təndirdə bişirilmiş ləpəli çörəyi təqdim olunur. Fərqli cəhətlər odur ki, ləpəli çörəyin bizdə kənd məhsullarından hazırlanır. Hər şey təbii hazırlanır. Gördüyünüz kimi yaratdığımız məkan da elə qədimi məkandır. Elə hazırlanan yeməklər də ləpəli çörəkdə kənd məhsullarından hazırlandığına görə turistlərin həmişə marağına səbəb olur. Kəndin zəngin tarixi, sakinlərin milli adət-ənənələrə verdiyi dəyər nəticəsindədir ki, Kiş ölkəmizdəki yaşıl turizm sektorunda özünə məxsusluğu ilə seçilir.